Kod verərsiniz mikrofon içində. İntiqatın falan sesi çoxdur, o nəzərə alın. Sen biraz yakın. Özünü bırak. Geleceksen ses var. Yaxşı. Muhammed və ali Muhammedin cəmal-i kəmalına Seyyid-i Şəhəda Əbu Abdullah Hüseynin pak təhər ruhlarına salavat edildir. Muhammed ali Muhammed. Ağamız, Mövlamız, sərvərimiz, zamanı Nazənin məsum qəlbinin bizlərdən razı qalmasına və Həzrətin bu məclisimizə nəzər eləməsinə və zühurunun tənzilinə xatir Həzrət Fatimə-i Zəhra salamullah aleyhanın pak, mütəhhərə ruhuna salavat eləyirdir. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. As-salatu was-salamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve tabibi kulubina ve şefi'i zunubina Ebu'l Qasim el-Mustafa Muhammed ve ala alihi'l masumin el-mukarramin la siyumel hücceh ruhi ve arvahul alemin liturabi ma'damihi irtiqa amma ba'd. قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم ومن المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا. Allah rəzalarlığı bizlərdən tamam müminlərdən abidə rəzqə qəbul etsin. Allah bizi masiynə arifən bir haqqı tanıyaraq, dərk edərək əzadar olmağı, göz yaşı axıdmağı mərhəmət eləsin inşallah. Məhərrəm ayı Kərbəla hadisəsinin təhlillərindən və Kərbəlada olan dərslərdən və insanların Kərbəla məktəbinə baxışından söhbət açsaq, Kərbəlada iki səhifə var, iki hissə var. Ötən gecə dedik ki, bəziləri Kərbəlanı kiçildici bir söz işlədir. Bəlkə də fərqinə varmadan, Kərbəla faciəsi. Düzdür, Kərbəlada faciə var, amma Kərbəla faciə ilə bitmir. Kərbəla təkcə faciə deyil, faciədən ibarət deyil, faciədən çox böyükdür. Kərbəla qəhrəmanlıq salnaməsidir, Kərbəla bir məktəbdir. Kərbəlanın zahirinə baxanda orada döyüş səhnəsi görürük. Orada ürək yandıran səhnələr var. Kərbəlanın zahirinə baxanda görürük ki, Kərbəla elə bir yerdir ki, orada ölüm var, şəhadət var, baş kəsilməsi var. Kərbəla elə bir yerdir ki, orada qatil var, orada zülüm var, orada 6 aylıq körpəyə rəhimsiz davranmaq var, orada başları kəsib nizələrə vurmaq qədər qəddarlıq var. Kərbəlaya baxanda görürük ki, Kərbəlada ah-nalə var. Kərbəlada rəhim, mərhəmət yoxdur. Bax, bu hissəsi insanı ağladır, kövrəldir. Kərbəla zahiri tərəfində bunlar var. Qəm, müsibət, şəhadət, göz yaşı. Amma Kərbəlanın mahiyyəti təkcə bunlarda deyil.
Kərbəlanın bir mahiyyəti var və o mahiyyət önəmlidir. Kərbəlanı ayaq üstə saxlayan, İmam Hüseyni unudulmamağa qoymayan o mahiyyətdir. Kərbəlaya təkcə acı səhnələr və qəm-qüssə gözü ilə baxmasın insan. Ancaq faciəvi tərəfini görməsin insan. Düzdür, bu faciəvi tərəf ondan ayrılmaz bir hissəsidir. Bunları mən sadaladım. Amma biz İmam Hüseyni buna görə xatırlamırıq ki, başını kəsiblər. Biz Məhərrəmini ona görə qeyd eləmirik ki, orada qan tökülür. Bu işin zahiri tərəfidir. Orada başı kəsilən, oradan başına müsibət gələn, orada xeyməsi talan olan, orada qız gəlini əsir düşən şəxslərin həyatından bizə çoxlu dərslər var. Məsələn, Həzrəti Qasımın gecəsi Məhərrəm ayının 6-cı ya 7-ci gecəsi zikri müsibətini oxuyuruq. Həzrəti Qasım 13 yaşında bir gənc idi. İmam Həsən əleyhissalamın oğlu idi. Çox çətin şəhadətə çatdı. Ən ağır deyərdi Kərbəlada bir Əbəlfəz ağa üçün yazıblar, bir Qasım üçün yazıblar. Çox çətin can verdi, çox çətin şəhadətə çatdı. Onu eşidib ağlamamaq qeyri-mümkündür. Ona daş ürəkli olasan ki, qulaq asasan, ağlamayasan. Bu acı səhnəsidir. Amma Kərbəlada Qasımın bir cümləsi var. 50 il, 70 il, 80 il dərs oxuyan müştəhid bu gün o cümləni təfsir eləmək üçün baş sındırır. Kərbəlanın acı səhnəsinin yanında elə dərslər var, elə sözlər var. O müsibətinə ağladığımız Qasım, Həzrət İmam Hüseyin əleyhissalam Tasula gecəsi soruşdu ki, Qasım, sən də şəhid olacaqsan, amma çox çətinliklə şəhid olacaqsan. Çox çətinlik yaşayacaqsan, sonra şəhadətə çatacaqsan. Soruşur əmisindən ki, bizə də düşəcək o faydan, o şəhadətdən. Bu zikri müsibətidir. Bir İmam Hüseyin əleyhissalam Qasımdan soruşdu ki, Qasım, ölüm sənin nəzərində nədir? Ölümə necə baxırsan? Bir düşünmədən İmam Hüseyin əleyhissalama bu cavab verdi. Ya anni, əhla minəl əsəl. Ölüm mənim yanımda baldan da şirindir. Bax, Kərbəlanın məktəbi bizə bunu öyrədir ki, 13 yaşında bir uşaq ölümün şirinliğin hardan dərk edir? Ölümü necə başa düşür? Həyata necə baxır? Kərbəlada acı varsa da onun hüzünlü, qəmli tərəfidir. Amma Kərbəlada dərslər var. Kərbəlada 2 səhifə var. Biri onun faciəvi səhifəsidir. Biri də onun irfan səhifəsidir. Mərifət səhifəsidir. Kərbəlanın dəyəri həmən o irfanı səhifədədir. Bax, gələsən, oturasan, açıqlayasan, onu düşünəsən, dərk eləyəsən ki, əhla minəl əsəl deyə bilmək üçün bir gəncin imanı nə hədd olmalıdır? Allaha məhəbbəti nə hədd olmalıdır ki, ömrünün elə bir çağındadır ki, dünyanın bütün ləzzətləri ilə yavaş-yavaş tanış olmağa başlayır və gəlir deyir ki, mən ölümü qorxaqlıqdan, məzlumluqdan, nigarançılıqdan ibarət bilmirəm. Mən ölümü baldan da şirin bilirəm. Bax, Kərbəla bu dərsləri öyrədir. Kərbəlanın qanlı faciəvi səhifəsi var, Kərbəlanın irfan səhifəsi var, mərifət səhifəsi var. Nə tapmışdılar o çöldə? Kərbəlada ən zəngin, ən pullu insan Züheyr idi. Ən pullu insan Züheyr idi. Pulu heç də Ömər Səhəddən az deyildi. Heç də İbn Ziyaddan az deyildi. Amma gəldi belə bir söz dedi.
Tasuğa gecəsi İmam Hüseyin əleyhissalam şəhadət xəbərini verəndə dedi kim istəyir getsin. Heç kəsə vacib deyil burada qalsın. Beyyətimdirsə beyyətimi də götürürəm. Qiyamətdə də heç kəsə deməyəcəm ki, niyə getdin? İşıqlar yananda Əshab İmam Hüseynin səhabələri başladı danışmağa. Danışanlardan da biri Züheyr idi. Züheyr bilirsiniz nə dedi? Dedi, Əbnə Rəsulillah, sənin yolunda bir dəfə ölmək azdır. Sən bizə deyirsən ki, səhər asılacaq və siz şəhadətə satacaqsınız. Sizi öldürəcəklər. Sənin yolunda bir dəfə ölmək azdır. Kaş Allah məni 70 dəfə öldürə və dirildə və hər dəfəsində məni öldürələr, məni doğruyalar, məni yandıralar və külümü göyə sovuralar və yenidən diriləm gəlim sənin yolunda yenə can verir. Bax, Kərbəla bizə bunu öyrədir ki, bu kişilər İmam Hüseyndə nə tapdılar, nə gördülər ki, gəldilər bu sözləri işlətdilər. Biri dedi, ölüm baldan şirindir. Həzrəti Əli Əkbər dedi, Ələsna ələlhə, atacan, bu karvanı ölüm təqib eləyir, İnna lillah və inna ileyhi raciun deyirsən, bildirirsən bizə ki, biz geri dönməyəcəyik, xoş halımıza ki, biz haqqıq və haqqın uğrunda şəhid oluruq. Bax, Kərbəlanı Kərbəla eləyən bu mahiyyətidir, bu hissəsidir. Kərbəla təkcə faciəvi tərəflə məhdudlaşmır. Kərbəla ağlamaqdan ibarətdir. İlər əzadarlığın 2 dənə hissəsi var. Ərəb dilində birinə deyirlər əbərə, göz yaşı. Birinə deyirlər i'təbərə, ibrət almaq. Ağlamaq əzadarlığın tərkib hissəsidir. İmam Hüseyin əleyhissalam buyurur, ənə qətilul əbərə. Mən göz yaşlarının şəhidiyəm. Elə bir mümin yoxdur ki, məni xatırlasın və ağlamasın. Xoş o kəsin alına ki, İmam Hüseyin üçün göz yaşı axıda bilir, ağlaya bilir, qəmlənə bilir. Bizə deyirlər, hər su içəndə deyin ki, salamullah Hüseyin şəhid və lənətullahi yəzid. Niyə deyirlər bunu üzər? Ona görə deyirlər ki, siz Hüseyni ildə bir dəfə xatırlamayın. Hüseyni gündəlik o tələbatın olan su qədər hər gün xatırlayın. Özündə bir dəfə də xatırlama. Gündə neçə dəfə suya ehtiyacın var, bir ki, Hüseynə də ehtiyacın var. Necə həyat mənbəyi sənin üçün sudursa, mənəviyyatda dinin həyat mənbəyi də Hüseyndir. Əzadarlığın bir hissəsi budur ki, ağlayasan, göz yaşı axıdasan. Amma bu göz yaşı onda qiymət tapır ki, Hüseynin ibrətindən ibrətlənəsən. Hüseynin yanında olanlardan dərs alasan. O göz yaşı onda qiymətə minir. Quran-ı Kərim insanı 3 mərhələdə həyatı başa düşməyə dəvət edir. Məsələn, Quranda Ənam surəsi 11-ci ayda buyurur ki, Qul siru fil ərs fənzuru. Peyğəmbər onları denən səfər eləsinlər. Yer üzün gəzin. Ayə belədir. Yer üzün gəzin dolanın. Allahın bu geniş yaratdığı dünyada gəzin, səfər eləyin. Səfər sizin həm təcrübənizi artıracaq, həm mərifətinizi artıracaq. Dəvət eləyir Allahla tanışlığa. Səfər eləyin, baxın, gəzin. Daha doğrusu deyir, səfər edin. Sonra bunu fənzuru. Və bu səfər elədiyiniz vaxt, eyni zamanda da baxın. Boş-boş gəzməyin. Baxın. Səfər eləyin və baxın. Sonra ardıca buyurur ki, fə'təbiru. Və o baxışlarımız ibrət baxışı olsun. Nəticə çıxarda bilin. Səfər elə. Məclisə gəlmişəm məclisinə. Ağla. Amma buradakı dərsləri də nəzərində saxla. Evdən çıxanda fikirləşir, gedim görüm mən o Qasımın o sözünün mənası neydi? Elə bir görüm ondan danışsalar, görüm məqsədi neydi onun? O nə söz idi Qasım işlətdi? Əhla minəl əsən. O nə söz idi Həzrəti Əli Əkbər işlətdi? Ələsna ələlhə. O nə söz idi Züheyr işlətdi?
O nə söz idi John işlətdi, o nə söz idi Həbib ibn Məzahir işlətdi. Bunlar nə tapmışdılar o çöldə, nə görmüşdülər İmam Hüseyin bunlara nə vədə vermişdi. Kərbəla məktəbdirsə, deməli məktəbdə nə var? Dərs. Məktəb 3 hissədir. Müəllim, şagird və tədris. Məktəbdə müəllim olar, müəllim tədris eləyər və o tədrisi əks eləyəndə şagirddir. Bu məktəbdirsə Kərbəla müəllimləri kimdir? Müəllimləri İmam Hüseyindir. Həzrəti Əli Əkbərdir, Həzrəti Əbəlfəzdir, Həzrəti Qasımdır, Həzrəti Müslimdir. Bunlardır müəllimlər. Kərbəlada nə dərs keçirlər? İnsanın izzətli yaşaya bilməsinin dərsini keçirlər. Kərbəlada insanın necə izzətli yaşaya bilər, onu öyrədirlər. Kərbəlada heç kəsə öyrətmirlər necə zəngin yaşaya bilərsən, necə pul qazana bilərsən. Yox, bunları keçmirlər. Kərbəlada deyirlər ki, izzətli yaşaya bilmək üçün nə etmək lazımdır? Bax, bu dərsi öyrədirsən. Vüqarla yaşamaq, başıuca yaşamaq öyrədir Kərbəla insanlara. 2 söz deyəcəm Həzrəti Zeynəbin sözüdür ikisi də. Kərbəlaya baxış tərzində. Aşura günü tamamlanır. Yəni Aşura zöhr, əsr vaxtı İmam Hüseyin əleyhissalam şəhadətə çatdı. O gecəni qaldılar. Deyirlər, bu gecə də qalırıq burada. Təbii ki, bu qərarı artıq Ömər Səədin qoşunu verir. Bir şey də yoxdur qalmağa. Çadırlar yanıb, bəzisi uçub, birinin ayağı yanıb, birinin paltarı yanıb, birinin qulağından sırğanı qopardıblar, qanı axıb, quruyub qalıb qulağında, birinin üzündə şillə yeri, birinin qolunda qamçılı yeri. Bu vəziyyətdir. Axşamdır, hamı ağlayır qorxudan, narahatçılıqdan. Səhər açıldı, Məhərrəmin 11-ci günü. Dedi, bunlara bir də göz dağı olsun deyə, bunları o şəhidlərin yanından aparın. Dünən şəhid olanların cənazələrinin üstündən aparın bunları. Həzrəti Zeynəb də gəlir, gəldi çatdı İmam Hüseynin o şəhid olan yerinə, əyildi yerə, götürdü, gördü ki, çoxlu daş atıblar. İmam Hüseyin əleyhissalam şəhid olandan sonra İmam Hüseyini öldürə bilməyən heyfin bu cür çıxırdı, istəyirdi daş atsın. Daşı olmayan nizə sınığı tapırdı, o atırdı. Qılın sınığı tapırdı, atırdı. Həzrət Zeynəb əyləşdi yerə bir-bir onları kənarlaşdırdı. İmam Hüseynin cənazəsi görünən kimi əllərini qaldırdı göyə, dedi, Allahümmə təqəbbəl minna hazəl qurban. Allah bu qurbanı bizdən qəbul edir. Allah bizdən qəbul elənin mənası budur ki, biz gəlmişdik burada bir iş görək və gördük. Bu sözün mənbəyi hardadır? Bu sözün mənbəyi Qurandadır. Kim işlədi bunu? Quranda bir yerdədir. Həzrəti İbrahim Kəbəni tikəndən sonra Kəbə ibn tikdi. Əllərini qaldırdı göyə, dedi ilahi, Rəbbənə təqəbbəl minna. Allah bizdən bu işi, bu evi, bu tikintini qəbul elər. İnnəkə əntəs-səmi'ul əlim. Həzrəti Zeynəb İbrahimin o sözün, babası İbrahimin o sözün, ulul əzim peyğəmbər olan əzəmətli peyğəmbərin sözün xatırlatmaqla istedi bildirsin ki, biz də bir bina inşa etdik burada. Necə babam İbrahim bir bina inşa eləmişdi, biz də bir bina inşa elədik. O binanın adı mərifət binasıdır, həqiqət binasıdır, zülmə əyilməmək binasıdır, haqqın binasıdır. Zərrə qədər özünü orada itirmədi. Mərd-i mərdana bu sözü dedi, Allah bizdən qəbul elə bu qurbanlığı. Biz şükür edirik ki, işimizi başa vurduq. Ona görə dünən dedin ki, Kərbəla məktəbdir. Niyə məktəbdir? Çünki İmam Hüseyin düşünülmüş bir iş görüb və nəticəsində aldı. Həyatı bahasına başa gəlsə də, İmam Hüseyin əleyhissalam nəticəsini aldı. Nəticəsi bax budur. Nəticəsi budur. Ki, milyonlarla insan dünyanın bugünün, bu saatların gözləyir ki, biz İmam Hüseyin üçün gedək Əza məclisində iştirak edəyik. Bax, o bina idi İmam Hüseyin, Həzrəti Zeynəb. Ona görə Allaha təşəkkür edirdi.
Ona görə Allahdan istəyirik ki, Allah bu qurbanı bizdən qəbul edən. İkinci söz də Həzrəti Zeynəbindir. Onu Kufədə dedi. İbn Ziyad istəyirdi təhrik eləsin, bunları özündən çıxartsın və bunlar dilinə elə sözlər getirsin ki, cəmaat bunlardan xoşu gəlməsin. Adam qəmli olanda, qüssəli olanda, bir çətinlik olanda biraz əsəbi olar, biraz narahat olar, ağzından çıxan sözə bəzən fikir verməz, bəzən dilinə Allaha bir şikayət də getirə bilər. Bu da dedi, həssas vaxtı, İbn Ziyad gəldi, çatan kimi bu sözü dedi. Həzrəti Zeynəbə dedi, gördün Allah kişilərimizlə neynədi? Gördün necə sizi rüsvay elədi? Gördün kişilərimizi, qardaşlarımızı necə qətlə yetirdi? Bunu bir bacıya deyir ki, 7 dənə qardaşı, 2 dənə öz oğlu, qalan da 17 nəfər qardaşı uşaqları şəhid olur. Gəl bu sözün qabağında, o cür bir məclisdə, o cür baxışların altında bir dənə cümlə denən ki, bir cümlədən də artıq sənə fürsət verməyəcəklər danışmağa və o bir cümlə qarşı tərəfi sustursun, lal eləsin. Nə dedi Həzrəti Zeynəb? Dedi, və mə rəəytu illa cəmilə. Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Yəni, Həzrəti Zeynəb istəyirdi deyək ki, Kərbəlaya təkcə faciə tərəfdən baxma. Demə, məhdud delə budur, Kərbəla budur, elə ağla, vırsınəvə bitdi. Yox. Biz orada bir iş görmüşük. Biz iş görmüşük ki, bütün nəsillərə, bütün qiyamətə qədər insanlara ibrət dərsi olacaq. Amma ibrət alanlara. Əleyhisselamın mübarək kəlamda buyurun, nə çox ibrət almalı şey, amma nə az ibrət alan. Nə çox ibrət almalı hadisələr var dünyada. Nə çox ibrət almalı sözlər eşidir insan axşama qədər. Nə çox ibrət almalı səhnələri müşahidə edirik axşama qədər. Amma hamısından ibrət ala bilirik? Yox. Biri gəlib ağaca, yaşıllıq vaxtı, ağac təzə yarpaq ağacı, biri gəlir baxır ağaca, deyir ki, nə yaxşı yaşıllığı var. Oturardım bunun altında, uzanardım, dincələrdim, sərinlənərdim. Biri də gəlir baxır ağaca, deyir ilahi, bir 2-3 ay bundan da vaxt bu qurumuşdur. Buna sən can verdin, buna həyat verdin, buna tezidən dirilik verdin. Sən bizi də bu cür eləyəcəksən, bir zaman öləndən sonra yenidən dirildəcəksən, həyat verəcəksən. Görürsən, bu baxışla baxır, bu birisi digər baxışla baxır. Kərbəla baxış önəmlidir Kərbəlada. Ağlamağın əcri ondadır ki, gəlib o ibrəti tapa biləsən. İmam Hüseynin, Həzrəti Zeynəbin də məqsədi bu sözlərdən budur. Bu sözlərdən budur. Bizi məzlum eləyib, bizə ağlayıb, bundan məsələni bitirməyib. Budur. Bizə ağlamağa məclisdə iştirak edeyim və məsələ bitsin. İmam Hüseyinə getdim, sinə vurdum, ağladım. Budur. Heyifdir bunun üçün. İnsan düşünə ki, Məhərrəm ayı buna görədir. Ağlamaq müqəddimədir. O həqiqəti başa düşə bilmək üçün. Qasımın sözünü təfsir eləyə bilmək üçün 40 il, 50 ilin oxumuş müştəhidi alimi düşünür, daşınır, hələ də yazır, hələ də fikir bildirir. Bax, bu ağlamaq vasitədir ki, o İmam Hüseynin, Həzrəti Əbəlfəzlin, Əli Əkbərin orada danışdıqları, elədiklərini biz neyiniyək? Başa düşək. İmam Hüseyin əleyhissalam elə şəxsləri, elə dəyərli insanları gətirmişdi ki, hər biri bir ümmətə bərabərdir. Hər biri bir ümmətə bərabər idi. Şair İmam Hüseynin dilindən belə bir misra, belə bir beyt yazır daha doğrusu. Deyir, Cəddim İbrahim apardı Gərminaya bir oğul. Cəddim İbrahim apardı Gərminaya bir oğul. İbrahim əleyhissalam İsmail'i apardı qurban kəsməyə. Bir dənə oğlu idi. Hak əvəz göndərdi fawrən. Hak, yəni Allah. Hak əvəz göndərdi fawrən.
Allah tez onu değişti. Niye? Olmasın Hacer məlum. Anası Hacer qəmlənməsin, narahat olmasın. Düzdür İbrahim'e demişti İsmail'i kes. Ama görünen budur ki Allah istemedi İsmail'i kessin. İmam Hüseyin'in dilinden dedi, bazı lütfe bak. İmam Hüseyin Allah yolunda şehadeti özündən lütf bilir, Allah'ın lütfü bilir. Allah'a ona göre teşekkür edir ki, ne yaxşı mənə lütf elədin ki, mən şəhid oldum. Bir lütfe bak, bir günde 72 fəda məndən qəbul. İbrahim'den birini almayan məndən 72'sini bir günde aldı. Yara təqdim eylədim, olsun rıza məndən bacı. Mən bunu sevə-sevə, ürək xoşluğuyla, rahat bir halda Allahıma təqdim elədim. Gəldilər, Məhərrəmin 2-ci günü İmam Hüseynin qoşunu, qafiləsi gəlir, Kərbəlaya çatır. Tarix bu cür yazır, deyir, Kərbəlaya girəndə İmam Hüseyin Aleyhisselamın atı dayandı. Dayandı deyir, gözü hərəkət eləmir. Hətta yazırlar, bir neçə dənə atı değişdi Həzrət, başqa bir ata mindi, heç biri getmədi. Bildi ki, burada bir işarə var. Dedi, bu yaxınlıqda qalanlardan kim var? Xəbər aldılar, bir nəfər gəldi, dedi ki, buyur ağa, eşidirəm. Dedi, mənə de görün bu yerin adı nədir? Dedi, buranın bir adı Qaziriyyədir. Dedi, başqa bir adı. Dedi, bura Şəhd-i Fırat deyərlər, Fəratın başqa adı. Dedi, bura Neynəva da deyərdilər. Dedi, olmaya bir başqa adı da olar. Dedi, bir adı da var buranın Kərbəla. Kərb, qəm-qüssə deməkdir. Bəla da belə bəla, imtihan. İmam Hüseyin Aleyhisselam onu eşidən kimi düşdüdür atından yerə. Dedi, Allahümme inni əuzu bikə minəl kərbi bələ. Allah, qəm-qüssədən sənə sığınıram. Düşdüdür atından yerə, işarə elədi, dedi ki, belə, ürəyim sıxıldı. Dedi, bura Neynəvadır Zeynəb. Bura Neynəvadır Zeynəb. Bu məkan bəlasız olmaz. Adı Kərbəla olan yer. Bilirəm bəlasız olmaz. Bir yerin ki, adı qəm-qüssə olar. Bir yerin ki, adı bəla olar, müsibət olar. Orada Zeynəbin ürəyi necə deyansın. Dedi, Hüseyin, apar mənim buradan. İstəyirəm gedəm buradan. Bir Həzrəti Zeynəbdən danışırdı. Bir işarə eləyirdi onlara. Dedi, atdan yıxılan yerdə dəfn eləyim məni. Atdan yıxılan yerdə dəfn eləyim məni. Qəbrim qazıb riayət edin bu təriqəni. Mən dediyim formada qəbrimi qazdım. Qəbrə ayaq tərəfdə qoyun oğlum Əkbəri. Qəbrə ayaq tərəfdə qoyun oğlum Əkbəri. Tapsaz verin qucağıma şeşmahı əsəri. Tapsaz verin qucağıma 6 aylıq körpəmi qucağımda, sinəmdə dəfn edeyim. Ravi deyir, mən birinci günü oradayım, ikinci günü Məhərrəmin oradaydım və Məhərrəmin 11-i də oradaydım. Həzrəti Zeynəb deyir, Kəcavədən düşəndə 7 qardaşı deyir, dizin qoydu yerə, əlin uzatdı Zeynəbə. Zeynəbi bir ehtiramla, izzətlə Kəcavədən endirdilər yerə. Bir amma Məhərrəmin 11-ci günü Zeynəbi Kərbəladan aparırdılar deyir. Mən baxırdım, gördüm Zeynəbin gözü axtarır, sağa baxır, sola baxır. Deyir, Hüseyin hardasan? Əli Əkbər hardasan? Zeynəbi aparırlar. Zeynəbi Kəcavəyə mindirmək istəyirlər, amma Kəcavənin üstü açıqdır. Zeynəbi bir Kəcavəyə bildirmək istəyirlər ki, o Kəcavənin üstü açıqdır. Səyələmun ləzinə zələmu əyyəmun qələbin yənqəlbun. Nəsəlükə Allahümə və nədəvuk, bismikəl azimil azəm, əl-əzzil əcəllil əkrəm və bil-Hüseyin məzlum. Ya Allah, 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 Ya Allah. İlahi və Rəbbi, dərgahı və uzanan əlləri sinələrimizə naimir qaytarma. Allah bu
əzadarlığı bizlərdən öz rəhmin, mərhəmətin xatirinə arifən bi haqqi olan əzadarlıqlardan qəbul elə. İlahi dünyada İmam Hüseynin ziyarətindən, qürbada şəfaətindən bizləri bir nəsib eləmə. Xəstələrimizə, yadımızda olan kəslərə, qazilərimizə şifa-i acil mərhəmət elə. Qəriblikdə, qürbətdə olanlarımızı, əsgərlikdə, əsirlikdə olanlarımızı sağ-salamat ailələrinə qovuşdur. Bizi İslam'a, dini və xidmət edənlərin yaxşılarından, sadiqlərindən qərar verir. İlahım və Muhammed Muhammed hörmətinə tamam müminlərə, müsəlmanlara, xüsusən bu cəmdə əyləşənlərə halaldan bir minnət ruzu ehsan elə. İlahi gələn günlərimizi aqibət xətmi bir xeyr elə. Ömrümüzü, həyatımızı İmam Hüseynsiz eləmə. Biz dünyasını dəyişən valideynlərimizi, boyumuzu haqqı olanları, təriq-i rəhmət vasılı cənnət elə. Halı həyatda yaşayan valideynlərimizin ömrünə bərəkət inayət elə. İlahim və Muhammed Muhammed hörmətinə, İmam-ı zamanımıza salamat elə. Ağamızın dualarını üstümüzdən əski eləmə. Bizləri Həzrətin həqiqi intizara çəkənlərdən qərar ver. Ağamızın zuhurunda günü-gündən tərcih elə. Şühəda çəpələ, Səran çəpələ, ölənlərimizlə baxan, Seyyid-i Saadat, Üləma, Fəzəla, Sələha, Şühəda, Muhammed və Muhammedə salavat edəyək.